Besti de tapma artık. Sen... Merhaba arkadaşlar. Salam aleyküm. Aşı dedim Xalda. Məşhurdur. Məşhur. Yemək. Məşhur ben de ağabeyim cümle. Sen anlattın məşhur. Hər kəs salam dostlar, kanalıma xoş gəlmisiniz. Bunun yanında dostum Aşı dedim Xalda. Xalda var. Salam dostlar. Bugünkü videomuzun mövzusu ağlımızda bir məşhur tutacağıq. Fərqi yoxdur, Azərbaycanlı, xarici və o məşhurları suallarımızdan təxmin eləməyə çalışacağıq. Keçək videoya. Tuttum. Mən də tutdum. Sənin ağlındakı məşhur qızı? Hə. Sənin ağlında tutduğun məşhur oğlandır. Hə. Sənin ağlında tutduğun məşhur Hollywood ulduzudur? Yox. Sənin ağlında tutduğun məşhur müğənnidir. Yarı hə, yarı yox. Ya hayır. Hə, müğənnidir. Sənin ağlındakı məşhur Azərbaycanlıdır? Hə. Sənin ağlında tutduğun məşhur xaricidir. Hə. Sənin ağlındakı tutduğun məşhur xalq artistidir? Hə. Yaxşı. Sənin ağlında tutduğun məşhur 40 yaşlarındadır. Yox, Cavandır qaçan. cavandır. Sənin ağlındakı məşhur 50-dən yuxarıdır? Hə. Sənin ağlında tutduğun məşhur ağlıma gəlmir xarici. Kim var? Xaricilərdən çox tanımıram çünki. Kim ola bilər? Yaxşı, sual verim onda. Daha tapmağa çalışım. Sənin ağlında tutduğun məşhur aktyorluq edirmi? Yox. Sənin ağlında tutduğun məşhur Aygün Kazımovadır? Hə. Tapdı ye. Mən tapa bilmədim. Sən ki neydi? Justin Bieber. Baby. İndi müğənni. Mənim ikisini heç tanımayasın, tutsam. Yaxşı, tuturam da bir zəhmət bəlkə tanıyarsan. Neysə. Sənin ağlında tutduğun məşhur oğlandır? Hə, oğlandır. Necə oğlan tutursan? Sənin ağlındakı məşhur Azərbaycanlıdır? Yox. Sənin ağlında tutduğun məşhur cavandır? Yox. Sənin ağlında tutduğun məşhur Asiya ölkələrindəndir? Hə. Besti de tapma artık. Sənin ağlında tutduğun məşhur Azərbaycandır? Hə. Sənin ağlında tutduğun məşhur Koreyalıdır? Tapacaqsın. Neysə, amma adını məncə bilmərsən. Sənin ağlında tutduğun məşhur Cavan da dedin də, hə? Yox. Cavan demədin, hə? Xalq artistidir. Hə. Sənin ağlında tutduğun məşhur hansı K-pop qruplarındandır? Hə? Sənin ağlında tutduğun məşhur Rüyadır. Sənin ağlında tutduğun məşhur qız qrupudur? Yox. Sənin ağlında tutduğun məşhurdur. Məşhur. Yemək. Məşhur mən də ağabeyim cümlə. Sənin ağlında tutduğun məşhur çox populyardır. Yəni diva kimidir. Azərbaycanda hə. Sadəcə Azərbaycanda. Bəlkə bilmirəm, xarici ölkələrdə tanıyarlar, məncə türk dövlətlərində tanıyarlar. Sənin ağlında tutduğun məşhur. Adını bilmirsən məncə. Bilmirəm adını prosta. Nə ola bilər ya? Mən tanımıram axıları. Mən xaricdə Pas.
Deyim indi mən kimdir? Mənim ağlımda tutduğum məşhur BTS-dən Jungkook idi. Bəli, bəli. Çox seviyorum. Çox. Seviyorum kendisini. İnşallah bir gün konsertlerine gitmek kısmet olar. Ay Qağayev. Faiq Ağayev. Ay. Bir dəqiqə, mən kişi qadın soruşdum, sən dedin axı qadın. Kişidir. Mən ağlımda qadın tutmuşam. Məşhur tuturam. Ona görə rəyas yap. Başqa kimi tuta bilərəm mən? Tutdum. Okay. Sənin ağlında tutduğun məşhur qadındır? Hə. Ağlında tutduğun məşhur Azərbaycanlıdır? Yox. Sənin ağlında tutduğun məşhur Azərbaycanlıdır? Yox. Ağlında tutduğun məşhur Türk dövlətlərindəndir? Hə. Sənin ağlında tutduğun məşhur xaricidir? Hə. Ağlında tutduğun məşhur Türkiyədəndir? Türkdür, hə. Kişi qadın soruşdum mən sənə. Kişi dedin, qadın dedin, qadın. Sənin ağlında tutduğun məşhur cavandır? Yəni, hə, yox, cavan deyil. Okay. Sən Sən ağlında tutduğun məşhur aktyordur? yox, aktyor deyil. Sənin ağlında tutduğun məşhur dedin cavan deyiləm. Müğənnidir? Hə. Özü çox populyar müğənnidir. Çox. Və xarici. Ağlındakı məşhur müğənnidir? Hə. Sənin ağlındakı məşhur İnnadır? Ağlındakı məşhur yaşlıdır? Ağlındakı məşhur qocadır? Çox da yox. Nə cavandır, nə qoca, orta yaşlıdır. Çox məşhurdur dedin, özü xaricidir. Sənin ağlında tutduğun İngilisdir? Hə. Özü sırf İngiliz, yəni hani. Kimdir ki? Özümün mahnılara aşıq olan birisi tapamam. Sənin ağlında tutduğun məşhur. Sənin ağlında tutduğun məşhur. Ne diyebilirim ben? Bir tane kişi var, adını bilirəm. Özünü tanımasa da adını bilmirəm. Mahnılarından birini de belki. Mahnılarını bilmirəm. Özünü tanıyıram burası. Necə bir görünüşdədir, mən hep görürüm. Sənin ağlında tutduğun məşhur Allahıma gəlmir. Qadındır dedin, yaşlıdır dedin, məşhurdur dedin, orta yaşlı. Britaniya, bir dəqiqə. Mənə görə o adam məncə musiqi şeyini yaratıcı. Hətta. Kim ola bilər? Bir dəqiqə. Sən çox çətin şeyləyirsən, Tapa bilmirəm. Pas. Adel. Adel? Tanımıram da. Tanımıram. Mahnılarından da bəlkə tanıdım. Skyfall lazım. Hə, prosto yəni belə qulaq asmamışam. Mahnılarını tanımıram özünü. Nəysə. Pas deyirsən? Hə, pas. LVBT 5 baba. Çox qəşəng bir isim tutmuşdum, görürsüz. İmkansız. Kim tutmayayım mən? Ya, belə. Deyəm, 2 dəqiqə məndə tutun. Merhaba arkadaşlar. Selamun aleyküm. Arka kameraya koyarsam bunu. Paz oldu bize bak. Я вор начальник, брат. Привет, Олег. Сейчас. Sənin ağlındakı məşhur qadındır? Yox. Sənin ağlındakı məşhur kişidir? Yox. Sənin ağlında tutduğun məşhur cavandır? Yox. Ağlındakı məşhur Azərbaycanlıdır? Hə.
Yəni, hə, əslən hə, Azərbaycanlıdır, hə. Eyni adamı tutar. Yox, mən qadın demişim, sən kişi demişsən, eyni adam deyil. Sənin ağlındakı məşhur Türkiyəlidir. Yox. Ağlımdakı məşhur Azərbaycanda xalq artistidir. Yox. Dəxlisi yoxdur. Mən bildim ki, Sənin Türkiyə deyilir amma. imkan verdi bir də şəkildeyiz, danışmayın arxadan. Sənin ağlında tutduğun məşhur Azərbaycanlı məşhurdur, yəni. Hə, ümumiyyətlə Azərbaycan, Rus belə. Sənin ağlındakı məşhur aktyordur. Yox. Sənin ağlındakı məşhur Johnny'dir. Sənin ağlındakı məşhur musiqiçidir. Hə. Sənin ağlındakı məşhur Elmindir. Elmin ağaları. Görs tapdım. Bir tur qazandım. Bir dəfə sən qazandın, bir dəfə mən. Sən denən deyilmi? Tapmaq istəyirsən, pas istəyirsən yoxsa? Pas. Alizadə. Son turda bu şey. Haydi bir dənə piknikdə məşhur tutdum. Bu da tamam nə bilim imkansız olar bəlkə də. Həqiqətən o qədər yəni, o dərəcə. Oldu yəni. Nə tanımışam. Nəyləsə tanınmışam vallahi. Aktyor olsun, musiqiçi olsun. Şey yaxşı, çox dəxilsiz, amma çox gülməli birisini tutdum. Okay. Hə. Sənin ağlındakı məşhur qadındır? Ha. Sənin ağlındakı məşhur Azərbaycanlıdır. Sənin ağlındakı məşhur Qadın kişi demişdim sənə. yox. Hə, demişdim ki, qadındır. Qadın demişdim. Aha. Sənin ağlındakı məşhur estetik eləyib. Hə. Ay, eləmə. Sənin ağlındakı məşhur müğənnidir? Ha. Sənin ağlındakı məşhur TikTokda məşhurdur. Məni deyir, məni. Sənin ağlındakı məşhur Azərbaycandır? Hə, Azərbaycan. Ha. Deyəm. Sənin ağlındakı məşhur Sənin ağlındakı məşhur Sənin ağlındakı məşhur qocadır? Qocadır, çox qocadır. Azərbaycanlı idi onun üçün. Azərbaycan Ha. Sənin ağlındakı məşhur Kəmalə Günəşlidir. Yox. Yox. Deyil. Sənin ağlındakı Sənin ağlındakı məşhur Baletdir. Balel dedim. Nə əlaqə balel? Balayın nə əlaqə xaricə? Yəni balayın. Yox, sənin ağlındakı məşhur müğənnidir. Müğənnidir. Kim o? Nəsə sevdim. SSR müğənnilərindəndir. Tanımıram axı hələ. Sənin ağlındakı müğənni. Məşhur müğənnidir. Hə, müğənni. Məşhur. Sənin ağlındakı məşhur mahnıları çox populyardır. Ha, keçmişdə çox populyar idi. Ölməyib, yaşayır. Sən yazamam. Qadındır. Dinlə kimindir? Ay, qadındır. Sonra kərb. Yox. Şuradan belə Yox da. Sənin ağlındakı məşhur Arkadakı səsləri götürmək olur. TikTokda 300 mindən çox takipçisi var. Yox, yəni onu TikTok işlətmirəm, bilmirəm onu. Yox, işlətmirəm. Məşhur olsun. Hadi amma belə yəni TikTokda da məşhurdur, Instagramda da fərqi ümumiyyətlə bütün platformalarda. Sənin alında tutduğun məşhur Floradır. Mən sənə ya. Pas. Mənim alında tutduğum Sevər idi. Ağlında bir siz kimi tutum. Sevərim. Sevər. getsin balalar. Çox populyardır. TikTokda populyardır da. Pas. Zeynəb Xanlarova. O kimdir, tanımıram.
Zeynep Xanlarova kim? Tamam dedim de. Deməli sən Flora dedin. Sən Flora dedin. Zeynep'i dedim ona. Hə? Dostlar, videomuz bu qədər idi. Kanalımıza imkan vermədilər. Kanalımıza abunə olmağı və videomuza like atmağı unutmayın. Sağ olun. Bye bye.